Şeytanın değerli qardaşlar insana, xüsusən möminə olan müdaxilələrindən biri onu daim kədərli halda saxlamasıdır, hüzünləndirməsidir. İbn-i Qayyim rahiməhullah kədərdən danışanda buyurur ki, Quran-ı Kərimdə kədər inkar olunmuş halda gəlir. Quran-ı Kərimdə kədəri Allah Teala yəni inkar eləyir. Və yaxud da Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə kədərdən çəkindirib möminləri. Allah Teala bildirir ki: "Və la tehinu və la tahzanu entumul a'launa in kuntum mu'minin." Kədərlənməyin. Sıxıntı içərisində olmayın. Əgər möminsizsə, üstün olan siz olacaqsınız. İbn-i Qayyim buyurur ki, Allah Teala başqa ayədə ki, "Fələ xawfun aleyhim və ləhum yahsanun." Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Kimlərdir bunlar? "Ələ innə əvliya Allahi la xawfun aleyhim və ləhum yahsanun." Allahın övliyaları o kəslərdir ki, onlara bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. İbn-i Qayyim bu kimi ayələri gətirir ki, kədər Quranda inkar olunub və yaxud da Allah Subhanahu Taala ondan çəkindirib. Ne üçün belədir? Niyə Allah Taala kədərdən çəkindirib və ya onu qadağa eləyib? Sir nədir burada? Ennel huzn ahabbu şeyin ilə şeytan. Çünki hüzün mömini kədərləndirmək, hüzünləndirmək şeytana ən sevimli məsələlərdəndir. En yuhsinel abdel mu'min. Şeytan sevir ki mömin qulu kədərləndirsin. Onu sıxıntı içində saxlasın. Niyə görə? Liyaqta'ahu an seyrihi. Getdiyi yoldan onu ayırsın deyə. Və yuqifahu an sulukihi. Tutduğu doğru yol ki var. Hansı yoldur dəyərli qardaşlar doğru yol? Sırat-ı müstakim. Allah'a gedən yol, tövhid, sünnə, Allah'ın yolunda sabit qalmaq bu yol ki var. Buradan yayındırmaq üçün daim insanı kədər içərisində saxlayır. Muhammed sallallahu aleyhi və səlləm Allah'a sığınardı. Neydən? Elə hüzündən, kədərdən.